Davam edirik əziz tamaşaçılar, artıq oyunun sonlarına az qalıb, hələ ki davam edirik. Artıq son dəqiqələr oyunda başlayıb. Və 1-1 oyun yekunlaşsa artıq hələ bir xalın sahibi olmalıdır. Ahmet Quluzadənin komandası yaxşı qrafik etdir. Bir qələbə, bir bərabərlik olacaq. Son dəqiqələrdə artıq. Qayda pozuldu. Dəyişiklik Mingəçevirin heyətində 8-6 nömrəli oyuncu çıxır, 22 nömrəli oyuncu girir. Səksən 5-ci dəqiqə artıq yekunlaşır. Səksən 6-cı dəqiqə artıq başlayıb. İndi Mingəçevirin son hücumları ola bilər. Artıq 86-cı dəqiqə yekunlaşır asta-asta. Və son dəqiqələr 87-ci dəqiqə artıq başlayır. Azərbaycan 1-ci liqasının bağlanış oyunu da out Qaradağ Akbatanın da son dəqiqələr. Son dəqiqələr gedir. Azərbaycan 1-ci liqasında artıq hər iki komanda reallaşacaq birazdan bir xalı götürməyi. Hər iki komanda düzdür, Mingəçevir bir məğlubiyyət, bir bərabərlik olacaq bu oyundan sonra, amma Qaradağ Akbatan yəni yaxşı qrafika yaxalayıb bir qələbə, bir bərabərlik olacaq. Və Birinci ayağına bir pas verildi. Penaltı var idi oradan əlli başdı. Hər iki komandanın oyuncuları can qoyurlar. Və son dəqiqələr out Qaradağ Akbatanın da. Artıq 88-ci dəqiqə yekunlaşır. Out. Son dəqiqələr. Qaradağ Akbatan indi pressing eləyir. Siz isə bizim YouTube kanalımıza abunə olun ki, gələn həftə keçiriləcək oyunları da bizim kanalda izləmək şansınız olsun.
Oy, etna alınmadı. Qapıçı deyəsən zədələnib. Və həkim tibbi yardım lazımdır. Və son dəqiqələrdə artıq hakim gələk ikinci hissəyinə qədər əlavə eləyəcək. Oyunun ikinci hissəsinə 4 dəqiqə əlavə olunub. Hələ ki gözləyirik. Və qapıdan zərbə ilə davam edir oyun. Hər iki komandanın 4 dəqiqəsi var. Desən ikincidən zərbə olacaq. Qaradağlıqvatanın 4 dəqiqəsi var və Bilənçinin Mingəçevirin də 4 dəqiqəsi var. Korner vuracaq indi Qaradağlıqvatan və oyun devam edir. Goldur, qapıcı yerindədir. İnamlı oynuyor Mingəçevirin qapıcısı. Mingəçevirin də son dəqiqələr artıq gedir. Aha, dürəmliklər. Şənt və qayda pozdur. Qapıdan zərbə. 2 dəqiqəmiz qalıb artıq oyunun yekunlaşmağına. Yerindədir. Azarkeşlərin artıq səbir kasası daşıb artıq. Artıq 93-cü dəqiqə gedir. Son dəqiqə. Out Qaradağlıqvatanın da. Kim vurdu qələbə onun da artıq. Və oyundan kənar vəziyyət və nə oldu yəni orada və bəli oyundan kənar vəziyyət. Gəlsən hakim Qaradağlıqvatanın oyuncuları hakimin yanındadır. Birazdan sağollaşacaq. Və qapıdan zərbə. Və son dəqiqələr. Dözmək lazımdır və bitti oyun. Yox. Sağ olun. Sağ olun. Sağ olun.